Bayramdan sonra 2-3 yoldaşla rastlaşdım. Demək olar elə hamı eyni sözü dedi ki, orucluq bayrama düşdü, zəng eləmədim ki, oturub içərik. Ümumiyyətlə, orucluqda içmək olmaz deyə bir şey yoxdur. Orucluq qutaran günün səhərsi içmək olar, ya məhərrəmlikdə içki içmək olmaz. Ümumiyyətlə, yəni İslamda elə şey yoxdur. İnandığımız kitab Qurandırsa, Quranda elə şey yoxdur. Yəni içki içmək olmaz. Orucluqda ya məhərrəmlikdə. Ümumiyyətlə içki olmaz. Qadağandır. Yəni onun artıq fərqi yoxdur. Məhərrəmlikdir, ya orucluqdur, ya qeyri-adi bir gündür. Yəni içki haramdır hər bir halda. Yəni orada çox günahdır, burada az günahdır deyənə bir şey də yoxdur. İndi kimsə də içirsə, cavabdeh özüdür, yəni o bilər, Allah bilər.